Əvvələ icazə verin, bütün sizinlə görüşə gələn heyət adına siz salamlayıb və bugünkü görüşümüzə uğurlar arzulayım. Bizim hər birimizə məlumdur ki, bu bizim səyyar görüşlərimiz Cənab Prezidentin birbaşa nəzarətində olmaqla administrasiya ilə razılaşmış qrafik əsasında olur. Tədbirin əsas məqsədi kəndlərdə olan, yerlərdə olan problemlərin sizlə birlikdə həlindən nail olmaq. Aliabadda biz 2025-ci ildə birinci dəfədə görüş keçiririk. Qrafik əsasında görüş bu günə təsadüf edib. Kənddə olan problemlər hər birimizə məlumdur. Çayların qırağında torpaq sahəsi biz düşübdür, istifadə edə bilmirik. Çay gəlib, daşıyır, bütün sahələri pis vəziyyət qoyub. 70 hektar sahəni 150-200 metr bənddən ötürü heç kim istifadə eləmir. 1 metrdən hələ çoxdur. Çıngıl tökübdür, əkə bilmirik bir şey. Elə qalıbdır. Sizdən artıq dənizdən xahiş edirəm, bizə kömək edin. Bir-iki küçəmizdə elektrik direklərin akasiya ağacı olmağı, akasiya ağacı var. İstəyirik ki, onu dəyişdirək. Qəsəbəmizdə, bizim küçəmizdə belə deyək, artizan suyumuz yoxdur. Biz ondan əziyyət çəkirik, neçə illərdir. İndi əgər mümkünsə, imkan dairəsində nə başarırıq, sizli bizi inşallah biz imkan dairəsində biz o suyu bərpa eləməyə inşallah bizə kömək eləyəsiniz.